Page 93, exercise 1. Complete the instruction from the podcast in the chart. Use the words below. Burada verilən ifadələri tamamlayacağıq və aşağıdakı sözlərdən istifadə edəcəyik. Affirmative təsdiq cümlədir, negativ isə inkar cümlədir. Imperatives isə əmr cümlələrdir. Burada məsələn nümunə verilir. Put on your sneakers, ayaqqabılarını giyin. To the park, təbii ki burada go yazacağıq. Go to the park. Daha sonra gəlin ifadəsi var. O da come on. Negativ bölməsinə baxırıq. İnkar əmrlərimiz necə olacaq? The bus to school. Məktəbə avtobusla getmə deyiriksə, don't take the bus to school. Daha sonra zərərli qidalar yemə deyiriksə, deyəcəyik don't eat junk food. Exercise 2. Match the beginnings of the sentences with the endings. Uyğunlaşdırırıq. Cümlənin əvvəli ilə cümlənin sonunu uyğunlaşdırırıq. Məsələn, nümunə verilib bizdə don't write on the wall. Divarı yazma. Daha sonra baxaq. Don't forget nə ola bilər? Don't forget to drink 2 liters of water every day. Gündə 2 litr su içməyi unutma. Burada olacaq B. Daha sonra eat baxarıq. Sonluğu nə olacaq bu cümlənin? Eat fruit to be healthy. Sağlam olmaq üçün meyvə ye. Hər gün ev tapşırığını et. Do your homework every day. For A. Get up now. It's 10 o'clock. İndi oyan, saat 10'dur. İ variantı. Daha sonra don't use your cell phone in class. Dərsdə telefondan istifadə etmə. Bu isə olacaq C variantı. Exercise 3. Look at the image. Make affirmative and negative imperative sentences. Şəkillərə baxacağıq və əmr cümlələrini, təsdiq və inkar əmr cümlələrini düzəltməliyik. Gəlin şəkillərə baxaq. Run yazılıb artıq. Run, qaç. Picture 2, ikinci şəkildə televizor izləmə deyə bilərik. Olacaq don't watch TV. Gəlin qeyd edək. Don't watch TV. Daha sonra picture 3 şəkildə uşağın pizza yediyini görürük. Yaza bilərik don't eat Z və yaxud pizza yaza bilərik və yaxud junk food yaza bilərik. Picture 4 dördüncü şəkildə isə baxaq gec yatma deyə bilərik. O zaman yazaq don't go to bed late. 5-ci şəkilə baxaq. 5-ci şəkildə balaca uşağın böyük köynək geyindiyini görürük. Burada da nümunəmizdə var. Wear my t-shirt. Mənim t-shirtümü geyinmə deməliyik. Olacaq don't wear my t-shirt. Use it bölməsində isə work in pairs cütlərlə işləyirik. Give instruction and act them out. Nümunələr veririk və daha sonra isə onu göstəririk. Məsələn, catch a ball, topu tut, drink water, su iç və s.